Mingəçevir regionun ən böyük və mühüm tədbirlərindən birinə ev sahibliyi etdi. Bu şəhərdə ilk dəfə təşkil edilən Regional Universitet Sənaye Birliyi Sammiti 2025 ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Sammitin məqsədi regionlarda universitet sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov regiondan qlobala konsepti əsasında reallaşan bu tədbiri Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələ hesab edir. Sammit təkcə əmək bazarının real tələbləri ilə ali təhsilə inteqrasiya üçün deyil, eyni zamanda regionlarda innovativ ekosistemin formalaşması üçün də önəmli bir körpü rolunu oynayır. Mingəçevir Dövlət Universiteti bir həftə öncə 6 Türkiyə Universitetinin, Dövlət Universitetinin birgə memorandumları imzalamışdı. Bu sadə bir memorandum deyil, yəni ənənəvi bir memorandum deyil. İkili təhsil proqramları və proqramın eyniləşdirilməsi məqsədi güdürdü. Ona görə Türkiyə tərəfinin də xüsusi tələbləri var idi ki, universitet sənaye yönümlü universitetin formalaşması üçün və dövlət sənaye universitet əməkdaşlığının yaranması üçün bu sammitlərə ehtiyacları var. Hesab edirəm, yalnız Mingəçevir Dövlət Universiteti üçün deyil, həm də Aqrar Universitet, Gəncə Aqrar, Zaqatala, UNIK burada iştirak edirdi, eləcə də Gəncədən Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti bütün bu region universitetləri üçün faydalı olacaq və bunun davamlı olmasını arzu edirəm. Sammitdə 110-dan çox dövlət və özəl müəssisə, 87 startap layihəsi, universitet və innovasiya mərkəzi, Mingəçevir və ətraf regionlardan olan tələbə, magistr, məzun və iş axtaran gənclər iştirak edirdi. Məhz bu baxımdan sammit regionun iqtisadi və sosial inkişafı, eləcə də gənclərin gələcək karyera imkanlarının genişlənməsi üçün mühüm önəm kəsb edir. Tədbirin startaplar üçün də əhəmiyyəti böyükdür. Mingəçevir Dövlət Universiteti və digər region universitetlərinin tələbə və magistrlardan ibarət komandalarının hazırladığı layihələr ekspertlər tərəfindən qiymətləndirildi. Master-klass təqdimatları keçirildi. Onlar daxili münsiflər heyəti tərəfindən dəyərləndirildi və daha sonra isə İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin mütəxəssisləri tərəfindən qalib olan startaplar daha ikinci mərhələyə keçirildi. Onlar da qiymətləndirildikdən sonra qaliblərə, ilk 3 yerin qalibinə müxtəlif mükafatlar veriləcək. Eyni zamanda onların qlobal bazara çıxması ilə bağlı olaraq onlara mentor dəstəyi də veriləcək. Bu tədbirdə 110 müəssisə iştirak etdi. 110 müəssisə tərəfindən 683 vakansiya, 787 təcrübə proqramı təklif olundu vətəndaşlara. Universitetin Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil etdiyi karyera sərgisi dövlət və özəl müəssisələrə öz vakansiyalarını təqdim etmək imkanı yaratdı. Burada təhsil müəssisələri, dövlət agentlikləri, maliyyə və istehsal sektorları, ticarət, logistika, konsalting, turizm, media və sosial xidmət sahələrini təmsil edən qurumlar da iştirak edirdi. Mərkəzi Aran regionunda fəaliyyət göstərən El televiziyası və Şimal regionunda yayımlanan Qafqaz TV də sərgidə təmsil olunan şirkətlər arasında yer alırdı. 3 aylıq gənclər üçün könüllülük təcrübə proqramımız var. Hansı ki, gənclərə sıfırdan, deyək ki, bəlli bir televiziyaçılıq bilikləri aşılayırıq. Onların kamera ilə, montajla işləmə bacarıqlarını onlarla paylaşırıq. Bundan əlavə ekran önündə danışmaq, müsahibələr götürmək kimi ilkin bilikləri onlara veririk. Və bu 3 aylıq təcrübə proqramında onlar iş kollektivində işləmək, iş təcrübəsi qazanmaq, müəyyən biznes etikasını qavramağı onlara bildiklərimizi paylaşırıq və gələcəkdə əgər onlar seçilən, sayılan, bu işi yaxşı bacaranlar olsa, əlbəttə ki, gələcəkdə bizim yaradıcı birliyimizdə işə götürmə şansları da olacaqdır. Sammitin tərkib hissəsi olan bu tədbir iş axtaran vətəndaşlara müvafiq işlərlə təmin olunmaq imkanı yaradırdı. Tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlərin təşkil olunması isə onların gələcək karyera imkanlarının artırılmasına xidmət göstərirdi. Mingəçevir Dövlət Universitetində təhsil alıram və tədbirlə olan fikirlərim burada bir sıra sərgilər nümayiş etdirilmişdir. Sərgilər olduqca gözəl idi, fikirlərim olduqca müsbətdir, pozitiv düşünürəm. Mingəçevir Dövlət Universitetinin tələbəsiyəm.
və bugünkü tədbir üçün gəlmişik. Burada vakansiya ilə maraqlandıq, könüllü fəaliyyəti ilə maraqlandıq və hal-hazırda könüllü fəaliyyətinə yazılmışam. Bu layihənin universitet sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət etməsi xüsusilə yüksək dəyərləndirilməlidir. Çünki universitet sənaye əməkdaşlığı gənclərin məşğulluq imkanlarının artırılmasından tutmuş, rəqəmsal bazarlıqların, innovasiyanın və insan kapitalının inkişafına qədər önəmli hesab edilir. Bu summit iki qardaş ölkə, Azərbaycanla Türkiyə arasında iqtisadi və akademik əməkdaşlığın dərinləşməsində də önəmli platforma rolunu oynayır. Təhsil və biznes sektorları arasında sinerjinin nəticəsi kimi reallığa çevrilərək dövlət-özəl sektor əməkdaşlığına yeni nəfəs gətirən bu mühüm tədbir eyni zamanda regional iqtisadiyyatın dayanıqlığına da xidmət göstərir. Ümumiyyətlə bizim düşüncəmiz odur ki, bu tədbirlə regiona yeni bir nəfəs gətirək. Yeni bir nəfəs dediyimiz nədir? Bütün startaplar deyəndə, bütün bu kimi karyera, böyük sərgilər deyəndə, hansı ki iş imkanları deyəndə, nədənsə Bakı şəhəri hər zaman ağla gəlir. Biz bu ənənəyə biraz daha fərqli yanaşma gətirərək bunu regiona daşımaq istədik və həqiqətən də regionda çox böyük ehtiyaclar var və həqiqətən də regionda çox böyük potensiallar var və biz çalışdıq ki, Bakı şəhərindəki böyük təcrübəni regionlara daşıyaq və bu şəkildə də burada bir fayda yaratmış olaq. Summit çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan HR İnstitutu, eləcə də Progress Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalandı. Bu memorandumlar gələcəkdə birgə layihələrin, təcrübə proqramlarının və elmi tədqiqat təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur. Mingəçevir Dövlət Universiteti, Azərbaycan-Türkiyə İş Adamları Birliyi və HPN Qrup Akademinin təşkilatçılığı, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin əsas tərəfdaşlığı, Job in Global şirkətinin gümüş sponsorluğu ilə baş tutan belə bir iri miqyaslı və əhatəli tədbirin Mingəçevirdə keçirilməsi təqdirə layiq hadisə hesab edilir.